Bəli, mən də hamiləm də. Füzuli niyə demir? Ha, nə yaxşı, nə yaxşı. Üçüncü dəfə ata olursun, üçüncü dəfə ana olursan. Xeyirli olsun. Sağ olun, can, sağ olun. Sağ olun. Mən də Valla mən Füzuli sizi çox istəyirəm. Allah haqqı, ikinizi də. Allah sizi qarşılıq. qoşa qarıyasız. Necə deyirlər ona? Qoşa, Cümlə. valla mən sizi Hələ ikinizi də. malca, bacı, hələ malca Allahım. Tez doktorun yanına gedib gəlir. Hə, inşallah, inşallah. Həkimim burada deyil, həkimim şeydədir. Sevindim valla. Sabrabaddadır. Deyirəm burada Sabrabad uzaqdır. Deyir, yox, Sabrabad yaxşı, Sabrabada aparıram deyir. Mama aparır deyir. Hə, lap Mama yaxşı, lap yaxşı. Valla siz elə yaraşırsınız bir-birinizə. Hoş Allah geldiniz. sizi vaxt eləsin. Mən sizi çox doğrudan da həqiqi sözümdə çox istəyirəm sizi. İkinizi də. Çok sağ ol bacım, çok sağ ol. Qarşılıqlıdır. Valla. Elə orada elə düzəməlli adam varsa elə sizsiz. Ay işimiz buradadır. Hə? Ha, bilirəm bacım, bilirəm. Səndən də öləm işçilərimizdir. Hə. Ona görə deyirəm ki, ay hamısı boş şeydir, hamısı nağıldır. Düzdür, düzdür. Birinci sinifin nağılıdır. Anamın da qolu sınmışdı belə. Vay vay yazıq Belə adam. gəlir, canlıda. Ay, məndən danışırsınız. Abala, mənim nəyimlə danışırsınız? Fikir vermə. Anın danışır eybi yoxdur. Yaşlı adamdır, qoy danışsın. Onda qardaşım Bir düzgün. bir gündən Özəl mənə yalvar. Füzulin bir qəşəng bir sözü var. Deyir, gözəl dedi. O bir günlərim anan sənə gələcək dedi, istəyəcək səndən barışır. Bəs nə, sənə möhtac olacaq? Bəli, qardaş da var. Hələ harasıdır? Bir günlərim var ha. O qardaş çuxura düşəcək. Onda deyəcək bacı gəl. Deyəcəm ki, TikToka qoyduğun 4 dənə qəhbələr var. Bacımdır, başımın tacıdır. De budur. Həli. Mən onda deyəcəm ki, get ular TikToka qoyduğun bacıları çağır gəlsin, sən dardan çıxarsın, hadi. Valla bir söz deyim. Onlar da bezib axırda dayanacaqlar. Danışıb dayanacaqlar. Tardı Ay getdi. itlər, mənə bax, itlərin peşəsi harda hürmə, mənim vecimə deyil. Bacımdır. Kimsə dedi ki, yox. O bir qardaşımın qızları dedi ki, gözəldir, yazmışıq deyir. Deyir, Bakıdayam, bacım deyəm. Deyir, mənim 2 qardaşım var da, Ügeyli doğmalı. Amma əslində Ügeyli öyle ha. Ata bir də anamız ayrıdır. Belə deyir, yazmışıq ki, bir bacın Zərdabın Körpü kəndindədir, bir bacın Gəncədədir, bir bacın da Qəbələdədir. Sənin Bakıda hansı bacındır deyir. Onda yağın atan deyir, 4-cüsünü aldı. Aynen belə deyir. Yox deyir, bacım gül deyən Bakıda. Bakıda kimin yanındasan ki, lotuların yanında, qəhbələrin yanında. Bacı var orada Bakıda. Şey. Yəqin Zarina yanındadır. Ha orada da akşam adamın yanında da. Ay Zarina demişken. Aysima'nı ki bilirsiniz Aysima'ndan gayrı. Asima mahnı oxumağa başlayıb. Səsi də ki, Tuyak sesi de çiğ çiğ. yaman oxuyur ha. Ne yapayım? O biz ATV'de olanda gel benden polis deyirdi, gel Füzuli'den polis deyirdi, gel bundan. O qəpiyini xaçlamırdı. 2000 verib deyil, oxumağına göre mağını köçütməyinə. Heç o səsi yoxdur axı yetimin. Səsi yoxdur. Yazıq deyil, ondan alıblar o boyda pulu. Zarina eləyib da. Kim eləyib ki? Zarina qızı ilə özü eləyibdi. Ha ki, onun səsi var, o nə oxuyur ki? O qışqırır Zarina orada. restorana çıxdı. Mən də bunu təzə bildim ha. Zarina restorana çıxdı. Zarina boşanmış qızı. Dedim ki, gel burada bizim restoranda oxu. O da restoran da öyle ha, diskotekadır. Arzu oynayan yer diskoteka. Ha. O diskotekada da bu da oxuya bilməyibdi. Bana da deyiblər ki, get 2001 sənə müğənnilik qoyacağım. Bu 2000 bu bir günlərmiydi gördüm mənim telefonum çalır. Baxdım gördüm Aysimandır. Verdim Füzuliyə. Dedim Füzuli al danış. Mən danışmıram. Füzuli danışdı belə dedi. Mən varsa 10 manat göndərdi ha.
Dedi ki, valla dedim mən aliment ödəyirəm dedim. Məndən 10 manat lazımdır. Tarap badana sağ blok atdıq. Hop! İndi baxıram TikToka. Mahnı oxuyur. Dür. Səsi də yoxdur yazın. Səs yoxdur səs. O yazıqdır, ona niyə elə eləyiblər? Pul Az alırlar. arıya qoyurlar. Ya Allah haqqı arıya qoyurlar. Bəsinə. Səsi yoxdur onun. O getsin dişlərini düzəlsin hələ birinci. O müğənnidir, nə gündə deyir. Faraqa amadı nədir? Allah köməyi olsun, valla nə deyək. Allah köməyi olsun. Əziyyətlə bax gecə su yerində işləyir, gecə dayanmır. Gündüz də ki fəhləli, gündüz də fəhləli gelir da. Küs sənin başına. Ondan sonra yeməyi var, içməyi var, dişi düzəltdir. Pulun üstünə yığ, bir torpaq al, get kiminsə babası qızını götür, gətir, öytitir, öyündə otur. Ağır yox da. Pul yığsın, Bakıda o qədər evlər var ki, kətlərində ucuz, alsın, otursun da. Gələ şəhər olsun. Şəhər olsun. Mamamız baktı diye yine. Mamamız baktı. Sonra bak. Ben çıkmadım. Sonra. Beləncik. Nə bilim ha. Dəhşət. Yağır mı o taraflara? Bizdə, yox, bizdə yağmır. Bakıda yağmır, dayandı. Ben canımladım. Ay Allah. Vallahi sen neslindir. Nə? İşte. Yazıblar. Ay, fikir vermə, qələt edirlər. Bunların setləri yoxdur ya bacım. Bunların set çıxanların pis dediyin. Hoş geldiniz. Xanımlar, mən çıxıram. Mama zəng gelir, yoldaşımın maması zəng gelir, qolunla danışır, sonra açacaqsan. Cavahirin oğludur. Ona salam deyərsən məndən, çoxlu. Xanıma, məndən çoxlu salam deyərsən, onun xətrini çox istəyirəm. Səni də Füzuli müəllimində çox istəyirəm. Sağ ol ana, sağ ol. Xətriniz mənim üçün əzizdir, valla. Çox sağ ol, çox. ATV-də 2 dənə ciddi varsa o sizsiz. Sağ ol, Allah axıra qədər də gedəsiniz inşallah. Düşmənlərinizi sevindirməyəsiniz inşallah. Sağ ol anam, sağ ol. Mən bunun həm anasıyam, həm bacısıyam, həm qardaşıyam, həm başın tacıyam. Bu da mənim həm anamdır, həm qardaşımdır, həm bacımdır, həm arxamdır, həm daldamdır, həm köməyimdir, həm də ki ailəmdir. Bunun kəsində dırnağını özgə bir kişiyə, nəslə dəyişmərəm. Nə ana nəslimə, nə ata nəslimə. Həri, düzdür. Allah sizi mehriban eləsin, qoşa qardaşsınız. Cümləmdə. Öpürəm sizi, danışarıq. İnşallah. Mama ilə danışım, vızbatı durub da. Yaxşı, sağ ol. Necə söndürürlər, mən başa düşmürəm. Deyən çıxardacam bunu. Tələsmə. Mama zəng vızbatıbdır.